Okey. Bunu neynədir uşaqlar? Data typlarını artıq tanışıq da, düzdürmü? Bundan əvvəl data typların deməli demişdik ki, primitiv referans typlar var, düzdür? Primitiv typları keçmişdik, bilirik artıq bunları. Bir referans typlardan da biz gəldik, belə deyim də, əsas klassları öyrəndik və bu klasslardan törədilən yeni bir data tipləri öyrəndik. Bu data tiplərin ən vacibi və ən əsaslarından biri data strukturlardır. Data strukturlar haqqında qısa məlumat vermişdik. Əsasən də Java-da, hansı ki, birincisi nə idi? Konteyner. Biz onlara konteyner deməyək onlara. Collection type'lar deyirik biz onlara. Yəni collectionlardan törədilmə. Bunların biri ilə tanış olmuşduq. Hansı idi? Array listlər. Array list nə idi? Dinamik formada arraylər, yəni şeylər, massivlər təyin etmək üçün idi. Doğrudurmu? Yəni mən tutaq ki, 10 elementli, 5 elementli, 30 elementli elə belə deyim də informasiyalarımı saxlamaq üçün idi. İndi keçək data strukturlar. Bu arada data strukturlar mən bu sizdən qabaqki qrupada bu dərsi keçdim. Və bu data strukturlar üçün həmişə tövsiyə eləyirəm buna bu bu şeyi necə deyim, şey oxuyasınız, bura göz gəzdirəsiniz. Bu nədir bu sayta. Çox maraqlı saytdır, çox qəşəng izah olunur, sadə dildə. Mən özüm də tələbə vaxtı burdan oxuyurdum da. Yəni bu çox belə deyim də pro versiyası da var, free-də, amma free-si hələ ki belə aparır da bizi. Data type'larda bu günləri əsas öyrənəcəyimiz konteyner type'lardır. Konteyner type'lar nədir? Konteyner type'lar o type'lara deyilir ki, bunun içərisində belə deyim, bu əslində hər biri, birinci bundan başlayaq. Bunların konteyner type'ları olsun, bütün fərqi yoxdur. Data structure'ların hər biri list interfeysindən törədilir. Gəlin birinci bunu deyək. List. List nədir? Bir interfeysdir. Okay. Bunun içərisində tutaq ki, məsəl üçün mən deyirəm ki, my list bərabərdir new nə olur? Array list. Array list. New array list. Nə oldu buna? Bu listi niyə gətirmədi? Okay. Gətirmədi, əlindən qaraq eybi yoxdur. List bir interfeysdir. Okay. Baxın görürsünüz. Public interfeysdir və nədir bu? Collectionlardan törədilmiş interfeysdir. Yəni özü də collection tipləri bir növüdür. Bu arada collectionlarda listlər var, setlər var, maplər var. Listlərin də özünün alt listləri var. Okay. Bu listlərdən ən birincisi belə deyim də, data structure'larda container type'lardan ən birincisi və ən belə deyim maraqlı olanı budur ki, stack tiplər. Stack tiplər nədir? Stack tiplər buna bənzəyir bir növ. Fərz eləyək ki, mənim bir dənə qutum var, korobka deyək buna. Bir dənə korobka varımdır. Bu korobkanın içərisinə mən gətirib informasiyaları yığıram. Qapağı da korobkanın yuxarıdandır. Baxın buradan. Yuxarıdan bunun bir dənə qapağı var. Okey. Buradan. Buradan. Giriş buradandır bunun. Ne oldu buna? Fıskamı götürün. Girişi bunun buradandır. Okey. Çıxışı da bu arada buradandır. Yəni bunun aşağısı bağlıdır. Solu sağı bağlıdır. Okey. Mən elementlərimi gətirirəm. Bunun içərisinə bu formada qoyuram. Aydındır? Okey. Bu adlanır stack. Steklərin əsas məqsədi bu, əsas belə deyim də işi, əsas prinsipi bundan ibarətdir ki, steklər bu prinsiplə işləyir. Proqramlaşdırmanın ən məşhur prinsiplərindən biri. LIFO. LIFO eşidibsiniz LIFO haqqında? LIFO haqqında eşidibsinizmi? Bir tanışdı sözsə. O birinci daxil olan axırıncı çıxır, ya axırıncı daxil olan birinci Last çıxır. in, first out mənasına gəlir. Yəni sonuncu daxil olan element birinci çıxır mənasına gəlir. Okay? Tamam? Son daxil olan birinci çıxır mənasına gəlir. Və stacklər dedik ki, listlərdən törənir və list interfeysindən törəndiyinə görə listin bir çox funksionallıqlarını saxlayır, amma məsələ nədir? Biz stackə daxil eləyəndə, array listə bir element daxil eləyəndə onun 3-cü elementi, 4-cü elementi, 5-ci elementini götürüb dəyişdirə bilirdik, üzərində əməliyyatlar apara bilirdik də, doğrudur. Amma steklərdə məqsəd bu deyil. Steklərdə məqsəd budur ki, sıralı formada, yəni daxil edilmə ardıcıllığının tərsinə informasiyalar oxuna bilir. Yəni sanki qutuya qoyulmuş kimi.
Əsasən harda istifadə olunur? Bu arada bunların bir çox yerdə avantajları var. İndi birazdan deyəcəm bunun avantajları hardadır. Niyə array list yox, belə deyim də, stacklərdən istifadə etməliyik? Niyə array list yox, vektorlardan istifadə etməliyik? Niyə array list yox, hash maplərdən, hash setlərdən və yaxud da niyə array list yox, məsəl üçün queuelərdən istifadə etməliyik? Bunların hər birinin məqsəd o, məntiq olaraq hər biri nəticədə bir listdir. Amma içində bir bu funksiyaların mürəkkəblik dərəcəsi var. Yəni mürəkkəblik dərəcəsi nə deməkdir? Funksiyanın hər bir belə deyim də data structure işləyərkən bəlli bir resurs yeyir, bəlli bir prosedur aparır. Bu prosedurların sayı və prosedur da nədir? Addımlardır da. Okeymi? Bu prosedurların sayı nə qədər çox olarsa, müəyyən əməliyyatlar üçün də, məsələn, bunların eləsi var ki, oxumada sürətlidir. Eləsi var ki, yazma əməliyyatında sürətlidir. Eləsi var ki, dataları tez-tez dəyişirsənsə, dəyişmədə sürətlidir. Yəni data structure biz elə bir yerinə görə doğru formada seçməliyik. Tutaq ki, mənim əgər çoxlu yazma, oxuma əməliyyatım varsa, yəni in-out'um varsa, nə edirəm? Götürürəm, bəlli bir data o yazma sürəti, oxuma sürəti güclü olan data structure seçirəm. Yox, əgər mənim sıralama ilə bağlı bir problemim varsa, sıralaması sürətli olan data structure seçirəm və yaxud da mənim bəlli bir ardıcıllıqla dataları işləməyə ehtiyacım varsa, həmin o data structure seçirəm. Misal üçün, stack-in belə bir prinsipi var. Stack-ı harda işlədirik? Real layihədə. Məsəl üçün, stack-in işləməsi ilə bağlı deyə bilərsiniz, harda? Məsələn, ağlınıza bir yer gəlir, harda işlədilib sizdə stack? Məsəl üçün, burada web editorımızda əslində stacklər işlədilib. Bilirsiniz harda? Bir dənə bura fikir verin. Mən gəlir, onu belə edeyim, kompüteri götürüm. Mən gəlirəm, baxın uşaqlar, buraya yazıram S, sonra yazıram A, L, A, M. Okey. Baxın uşaqlar, belə edirəm. Salam, enter eləyək, gəlin. Dünya, necəsən? Haradasan? Okey. İndi gəlin belə eləyək. Bura baxın. Ctrl Z, haradasan getdi. Last in, first out. Prinsipi burada işləyir. Bir dənə fikir verin. Ən birinci bu daxil olub, düzdür? Sonra bunu daxil elədim də, düzdür? Sonra bunu daxil elədim də, düzdür? Sonra bunu daxil elədim, düzdür? İndi baxın, Ctrl Z əməliyyatına baxın. Ctrl Z əməliyyatı sonuncu daxil olanı birinci silir. Bura baxın. Görürsünüz? Sonuncu daxil olan prosesori birinci silir. Bu o deməkdir. Son daxil olan birinci çıxır mənasına gəlir dedikləri şey budur. Və yaxud da başqa harda işlədilir. Məsəl üçün sistemə girmişəm də, baxın bura. Gəlmişəm bura, buradan bura girmişəm, buradan gəlmişəm, bura girmişəm, buradan gəlmişəm, bura girmişəm, buradan təzədən bura qayıtmışam, buradan təzədən bura qayıtmışam. Düzdür? Bir dənə bura baxın. Mən burada geri düyməsi var. Ona vururam, geri qayıdıram. Baxın, bu əslində bu özü də bir proqramdır da, düzdür? İndi bilmirəm hansı dillə yazılıb. Çox böyük ehtimal C# və yaxud da C++ ilə yazılma ehtimalı var. Chrome-un internetdə tapa bilərik. Amma məsələ nədir? Bu arada data structure-lar istənilən bir dildə var. Yəni bu C++-da da var, bu C#-da da var və məntiq olaraq hər birində eynidir. Kotlin-də də var, bütün dillərdə var bu data structure-lar. Baxın, geriyə vururam, görürsüz? Geri vurduqca bir-bir ən axırdan əvvələ doğru başlayır silməyə. Heç vaxt birinci, mən bura geriyə vuranda birinciyə getmir. Ya addım-addım geriyə gedir. Aydındır? Və yaxud da belə bir şey var. Bankdan kredit götürürsüz. Bank sistemində harda işlədilir bu? Bankdan kredit götürürsüz. Kredit götürərkən nə baş verir? Bilmirəm götürübsüz yoxsa yox. Kredit bu cür işləyir bu arada uşaqlar. Birinci faizi çox tutur. Məsəl üçün 10 manat faiz tutur. Məsələn, birinci ay, ikinci ay, üçüncü ay, dördüncü ay və beşinci ayın ödənişi də fərz eləyək. Okey. Birinci ay 100 manat ödəyirsinizsə, onun 70 manatı faizdir, 30 faizi borcdur. İkinci ay məsələn düşür 60 manat, 60 faizə. Dördüncü ay məsəl üçün düşür 70 faiz, 50 faizə. Yəni birinci bank həmişə faizi tutur. Sonra əsas borcdan tutur. Aydındır? Ona görə bu əgər array list olsaydı, bu arada təməldə dediyim kimi, ya yenə də arxada list durur ha. Amma stacklərin avantajı bundadır ki, bunu ortadan oxumaq olmur. Aydındır mı? Burada bir dənə deyir ki, sən array list olsaydı
Ödənişi eləyəndə belə deyə bilərdin də, düzdür? Mən birinci ay ödəyirəm. Sonra deyə bilərdin ki, mən ikinci ay ödəyirəm, düzdür? Amma məsəl üçün bizim burada seçmə, hə, array ilə yaza bilərikmi? Yaza bilərik. Amma seçməli olduğumuz doğru data structure hansıdır? Stackdir. Niyə? Bu sondan əvvələ doğru çıxmalıdır. Yəni sən birinci 5-ci ay ödəməlisən, sonra 4-cü ay ödəməlisən. Çünki sən 5-ci ay ödəyəndən sonra 4-cü ay üçün bir faiz hesablanır. 4-cü ay ödəyəndən sonra sən 3-cü ay üçün bir faiz hesablanır. Başa düşdünüzmü? Yəni bunlar bir-birini gözləyə-gözləyə gəlməli olan əməliyyatlardır. Sən bunu doğru data structure seçməyib listlə yazanda eləyə bilərsən. Amma bunu kontrol eləmək, işçi 5-dən sonra 4-ü seçə bilsin, 4-dən sonra 3-ü seçə bilsin, 3-dən sonra 2-ni seçə bilsin. Belə deyim, funksionallığını özün yoxlamağa məcbur olacaqsan. Yəni bir-bir yoxlayacaqsan. 5 ödənibmi yoxsa yox? 4-ü ödəyir bu. Ondan qabaqki 4-dən qabaqki 5 ödənibmi yoxsa yox? 3 ödəyir. 3-dən qabaqda ödənməmiş borc varmı yoxsa yox? Amma sən bunu stack tipində təyin eləsən, avtomatik olaraq özü sənin ödəmək istədiyin data tipi, yəni ödəmək istədiyin borcu obyekti ki var, hansı ki borc özü bir obyektidir də, düzdür? Borc obyektini sonuncu ay, yəni ödəməli olduğun ay, yəni ən üstdəki ay hansıdırsa onu ödəyəcək. Başa düşdün? Yəni Java bunun səni bunun yerinə sənin yerinə bunu belə deyim də icra eləyəcək. Bu yoxlamaları və s. aparacaq. Birinci məsələ bu. İkinci məsələ sənə paraleldə sürət qazandıracaq. Aydındırmı? Yəni array listlə işləyərkən artıq funksionallıqlar olduğuna görə artıq resurs istifadə eləyir Java, amma stack-lə işləyəndə o funksionallıqlar olmadığına görə daha az resurs istifadə eləyir. Başa düşdünüz? Yəni biz dediyimiz kimi yeri gəlsə hər şeyi adi massivlə də həll eləyə bilərik də. Necə bir dənə integer tipdə, string tipdə və yaxud da adam tipində massiv yaradarıq. Yəni şeydə array yaradıb həll eləyərik, düzdür? Amma bizim ehtiyacımız oldu dinamik arraylərə, düzdürmü? Array listlər doğuldu. İndi ehtiyacımız oldu ardıcıllığı gözləmə, yəni LIFO prinsipini gözləyən bir data structure-a. Nə oldu deməli? Stacklər yarandı. Aydındır? Okay? Sual var? Evet. Yəni. Okey. Yəni lifonu anladınız nədir? Sonuncu daxil olan birinci çıxır mənasına gəlir. Lifo ilə Evet. bağlı sual var? Evet. Okey. Lifo ilə bağlı sual yoxdursa, mən keçim biraz belə deyim də bu primitiv tiplə, yəni primitiv deməyək, sadə tiplərə nümunələr göstərim. Bu arada uşaqlar, şey deyim, bunların özünə məxsus metodları var. Bunlar list interfeysindən alındığı, referans aldığına görə, belə deyim də, listdən gələn bir çox metodları dəstəkləyirlər. Amma mən bir dənə stack-i göstərəcəm. Stack-dən qabaq listlərin bir dənə bir versiyası var, onu göstərəcəm. Array listlərə birəbir alternativ olan bir versiya var. Sadəcə bir dənə fərqli bir vektor tiplər bu arada. Array list nədir? Dedik ki, hətta bunu belə eləyək də. Burada necə eləyirdik bu formada? Düzdür? String. String. Düzdür? Belə eləyirdik də. Birinci budur, düzdürmü? İkinci hansıdır? İkinci tip, baxın uşaqlar, array listlərə ekvivalent olan bir dənə data tipimiz var. Daha doğrusu bunu bu arada list formasında təyin eləmişəm, amma mən list sevmədim. Array list olaraq yazıram. Bu rahat olsun deyə. İkincisi bunun budur. Bunu silirəm. Stack. Yazıram ki, daha doğrusu stackdən qabaq vektoru göstərim. Bəsitdir ona görə. Vektor. Deyirəm ki, bu da string olsun. String olsun. My vector. Bərabərdir new vector. Okay. Baxın uşaqlar. Vektorlar array listlərlə birəbir eynidir. Kiçik bir dənə fərq var. 1. Array listlər sinxron işləyir. Okeymi? Sinxron nədir? Bir-birini gözləyərək işləyir də. Aydındırmı? Ona görə multithread əməliyyatlar var. Multithread nədir? Çox kanallı. Yəni sənin proqramın bir var bir kanal üzərindən işləsin. Bir də var ki, eyni anda iki kanal üzərindən işləsin. Bu bizə nə qaldı? Və yaxud da 3 kanal, 5 kanal, yəni çox kanallı da. Yəni bir kanallı işləyə bilər sənin proqramın, bir də çox kanallı işləyə bilər. Bir kanallı nədir? Sənin kompüterində resurs var. RAM-ın 4-də amma 1 GB, 1 GB RAM götürür. Bir var belə deyim də, sənin 4 GB-da bir RAM-ın var. Proqramın ancaq bir kanaldan işləyəndə 1 GB-lıq yükün varsa, o bir belə deyim də, burada 16 GB-lıq datanı 16 dəqiqəyə ötürür.
Düzdür? Fərz elə sənin 16 gigabayt datan var. Okey. Əgər 4 gigabayt da RAM-ın var. Fərz eləyək, ayıra biləcəyin 4 gigabayt da resursun var. Kompüterin gücü buna çatır. Sənin proqramın bir kanallıdırsa, nə edir? Bu 16 dəqiqəyə ötürür də bunu. Fərz eləyək ki, 1 dəqiqə, 1 gigabaytı 1 dəqiqəyə ötürən bir informasiya. Əgər bir kanal üzərindən işləsə, bu nə edir? 16 dəqiqəyə ötürür. Düzdür? Sən zamandan qazanmaq istəyirsənsə, nə edirsən? Götürürsən burada 4 dənə kanal açırsan, yəni multi-thread application yazırsan, nə edirsən? 4 kanal üzərindən hər birindən 1 gigabayt ötürürsən, nə edir? Avtomatik olaraq sən bunu ötürürsən 16 böl 4 dəqiqəyə. Okey. Əvəzində nə itirirsən? Yəni burada zamanda qazandın. Əvəzində nə itirirsən? Bayaqları 3 gigabayt boşda RAM-ın qalmışdı, amma indi hal-hazırda 0 gigabayt RAM-ın var boşda. Başa düşdünüz nədir? Yəni resursu verirsən, zaman qazanırsan, zamanı verirsən, resurs qazanırsan. Mexanikanın qızıl qaydası var da. İş bərabərdir AFS. Düzdür? Fs. Bu nədir? S də bu arada şeydir də, gedilən yol deməkdir. Yəni sərf edilən gücün, qüvvənin gedilən yolu olan nəyi? Hasili. Və yaxud da bu cür açıla bilir. Sərf edilən qüvvənin, qüvvə burada resursdur bizdə. Nəyi? Gedilən yolu nədir? V T. T burada V sürətdir, T də şeydir, zamandır. Deməli, baxın uşaqlar, buradan da nə çıxır? Bu işdə qazanmaq istəyirsənsə, yəni uzun böyük bir iş görürsənsə, ya sən çox zaman sərf eləyəcəksən, ya da ki, çox böyük güc sərf eləyəcəksən. Güc dediyimiz kompüterdə bu resursdur. İnsanda məsəl üçün bir var 30 dənə insanla işləyirsən, 1 saata bitirirsən, belə deyim, 10 dənə insanla işləyirsən, 5 saata bitirirsən. Gücü artıranda zaman azalır, zamanı artıranda güc azalır. Aydındır? Hər ikisini də artıra bilərsən, bu nə xoşdur. Yəni onunla işimiz yoxdur da hal-hazırda. Yəni biz əsas burada balansı qorumağa çalışırıq. Yəni məhdud bir resursla. Təbii ki, nə sonsuz zaman deyə anlayışı deyə bir şey var. Çünki alqoritm nədir? Alqoritm sonlu sayda addımdan sonra bitməlidir. Aydınmı? Düzdür? 5-4 qaydası var idi alqoritmin. Düzdür? Yadınızdadırsa. Eyni şey bura üçün də keçərlidir. Nə də ki, sonsuz resurs gücü yoxdur da. Yəni ki, bir kompüterin və yaxud da bir serverin malik olacağı maksimal bir güc var. Aydınmı? Okey? İndi Google kimi şirkətlərdə bu daha böyükdür. Məsəl üçün bizim yerli şirkətlərdə məsəl üçün daha kiçikdir. Misal üçün. Aydındır? Amma məsələ nədir? Burada da. Yəni qüvvədə zamanda itirirsənsə qüvvədə qazanırsın. Yəni multithread bura gedir. Yəni primitiv fizika, görürsüz, fizika burada da işləyir. Adi şeydə biz deyirik adətən riyaziyyat və fizikanı bilməyiniz proqramlaşdırmada sizi qabağa atır. Baxın, kod yazanda bunları hesablamağa bacarmalısınız. Əlaqələri qurmağa bacarmalısınız. Mən baytda itirəcəm, tez zamanda qazanacağam, resursda itirəcəm və s. Aydındır? İndi keçək bura. Vektorun deməli array listə, yəni mən array list seçəndə mənə nə qazandırdı uşaqlar? Mənə qazandırdı multithread işləməyi. Multithread işləmək nədir? Artıq daha sürətli işləmək deməkdir. Yəni bir məsələnin həllinə daha qısa müddətdə, yəni daha qısa zaman ərzində çatmaqdır. Amma bir dənə bir şey var. Əgər bir thread üzərindən gedirsə proses, yəni vektor və array list eyni şərtlər daxilində yarışırlarsa, nə baş verir burada? Burada bu baş verir ki, bizim array list vektoru keçir. Amma vektor array list o zaman keçə bilir ki, bunlar multithread işləyərlərsə. Aydındır? Okey? Yəni paralel işləyərsə keçir. Yəni elə bir 10-un bölüb öz aralarında işləyə bilərlər. Amma hər biri bir kanal üzərindən işləsə, array list daha sürətlidir. Tamam? Bu da Ərreli sinxron idi axı. Asinxron işləyən daha sürətli olur axı. Bəs niyə ərreli vektordan sürətli olur? Ərreli sinxron işləyir. Vektorların bax, vektorlar yox, elə bir şey yoxdur. Asinxron işləyən daha sürətli işləmir. Fuad. Asinxron işləyən sadəcə bir-birini gözləmir. Sürətli işləyə bir anlayış yoxdur. Asinxronluqla sinxronluq arasındakı fərq budur ki, bir-birini gözləmirlər. Yenə də hər ikisinin bəlli işləmə vaxtı var. Yəni bir API fərz elə sənin əməliyyatların var. Əməliyyatın var. Bax, nədir? Məsəl üçün 10 dəqiqə bu işi görürsən.
10 dəqiqəyə bu işi görürsən, 10 dəqiqəyə bu işi görürsən. Okey. Sinxron işləyərsə total nə qədər vaxt sərf edirsən? Hə? 30 30 dəqiqə, düzdür? Gözləyirsən də, düzdürmü? Amma asinxron işləyərsə nə qədər vaxt sərf edirsən? Hə? 10 dəqiqə. Niyə? Çünki bunlar bir-birini gözləmədən eyni anda ran olacaq. Amma görürsən bir iş yenə də 10 dəqiqəyə görüldü. Düzdür? Doğrudurmu? Yəni işin bu asinxron işləyəndə 5 dəqiqəyə düşmədi. Bir iş yenə 10 dəqiqəyə göründü. Array listlə də vektor arasındakı fərq budur. Bax, array list render olur misaldır ya. Buradakı dəqiqələr misaldır ya. Array list render olur 10 dəqiqəyə. Amma vektor render olur tutaq ki 15 dəqiqə. Misal üçün. Okey. Eyni şərtlərdə vektor uduzur. Görürsənmi? Amma gəl belə eləyək. 2 dənə array list eyni anda render olur. 2 dənə vektor eyni anda render olur. Bu bitir 20 dəqiqəyə. Okey. Bu bitir yenə 15 dəqiqə. Başa düşdünmü? Mən orada vurğuladım. Əgər eyni şərtlər daxilində, yəni multithread olmayan prosesdə gedirsə, array list vektordan daha sürətlidir. Bax, proqramçının öhdəsinə düşən şey budur. Bax, Fuad. Qərarı proqramçı verir. Biz deyirik, mən sizə deyirdim, sintaks əzbərləmək boş şeydir uşaqlar. Əsas məntiqi anlamaqdır. Baxın, belə bir söz deyirdim həmişə. Baxın, burada proqramçının verdiyi, yəni sənə ehtiyac ona görə var. Sən bunu heç bir AI eləyə bilmir hal-hazırda. Ki, böyük, təbii ki, kiçik sistemlərdə bu problem deyil, amma böyük sistem işləyirsən, fərz eləyək, böyük bir ERP sistem işləyirsən, orada sən ehtimal eləməlisən. Ehtimal deyəndə qərar verirsən ki, mənim bu datam çox sürətli arta bilən bir datadır. Okey, çünki AI necə işləyir? AI primitiv şeylərlə, hal-hazırda çox da mürəkkəb əməliyyatlarda bunu şəxsən AI ilə kod yazan biri kimi deyirəm. Yəni AI qoşub başdan axıra proyekt işlətmişəm. Bir müddət sonra o ki, çox məntiqsiz qərarlar verir. Hə, ödənişsizmi? Xeyr, ödənişli AI istifadə eləmişəm. Özdə ən son versiyasını GPT-nin. Amma məntiqsiz qərarlar verir. Bəzən elə şeylər var ki, onu hesablaya bilmir. Hələ də o qərarları insan verir. Hə, gələcəkdə keçə biləcəkmi? Onu gələcək göstərəcək, amma düşünmürəm ki, keçsin. Yəni bir yerə qədər keçəcək, bir yerdən sonra məncə hər biri fərqli şeydir, belə deyim. İnsan fərqli bir anlayışdır, AI fərqli bir anlayışdır da. Yenə də AI-nin inkişafı üçün insan təcrübəsinə ehtiyacı var. Təbii ki, indi hansı insanı keçəcək sualı var, o da önəmlidir. Deməli məsələ nədir burada? Baxın, aradakı fərq budur, Fuad. Eyni şərtlər daxilində gedəcəksə proses, array listi seçirsən. Yox, arada ciddi fərq yaranırsa. Yəni fərq nədir? Deyirsən ki, bu və bu eyni anda iki kanaldan açılacaq. 30 GB data göndərəcəm. Düzdür? 30 GB data göndərəndə mən nə qədər vaxt ehtiyacım? 15 dəqiqə. Deməli, tak eyni anda işə salıb 3 kanaldan run eləyə bilərəm proqramı. Ki, nəinki bir-birini gözləsinlər. Başa düşdünmü? Və yaxud da 5 kanaldan run eləyərəm proqramı. Aydındır? Hə. Hər zaman istifadə olunurmu? Proqramlaşdırma həyatınızda bəlkə də çox az istifadə edəcəksiniz. Belə çaxnaşmalarda çox az qalacaqsınız. Niyə? Belə deyim də, multithread həmişə istifadə olunan bir şey deyil. Yəni multithread biz necə? Hə, sizin karyeranızda ola bilsin bu ciddi rol oynasın. Çünki biz necə bu günləri artıq big data anlayışı çıxıb, böyük data anlayışı çıxıb. Əslində bu çoxdan gəlib. Prosta artıq ölkəmizdə də aktiv olaraq istifadə olunmağa başlayır. Statistika və sair məsələlərində big data da bunlar çox önəmlidir. Primitiv mən öz başıma gələn bir təcrübəmi bölüşüm sizlə. Bu səhvi mən eləmişəm. Çox böyük həcmli bir data təsəvvür edin. 150 gigabaytlıq string ifadə. Stringin də biri 1 baytdır da, düzdürmü? Bir simvol. İndi bunu vurun 150 gigabaytdan hesablayın, görün ki, neçə bayt simvoldan söhbət gedir. 120 gigabaytlıq string ifadədən ibarət olan bir faylı analiz eləyərkən bir dənə counter qoymuşdum. Counter'un məqsədi sadəcə saymadır. 1, 2, 3, 4 neçə proses apardım. Hər simvoldan sonra bir proses addımlamalıydı da bu. Aydındır? Belə bir ifadə, mən orada belə bir problem yaratmışdım. Proqramı yazanda rekursiv klasslar, baxın, rekursiv metod demirəm ha, rekursiv klasslara ehtiyac olmuşdu. Və mən də bütün prosedurları, hər klassda bir prosedur idi. Bütün prosedurları hesablamaq üçün bir dənə statik dəyişən qoymuşdum ki, hər dəfə yeni bir obyekt yarananda, yaranan obyektlərin sayını o statik dəyişəndən tutum.
Proqram 15 dəqiqə işləyəndən sonra kompüter çökürdü. Apardıq daha güclü serverə qoyduq, çökdü. Apardıq daha güclü kompüterə qoyduq, yenə çökdü. 2 gün analiz eləyəndən sonra araşdırdım. Tam təsadüfən fərqinə vardım ki, mən counteri statik tipdə təyin eləmişəm. Statik tipdə. Statik. Baxın bu statik var ha. Baxın bu tipdə. Dəyişən təyin eləmişdim. Və 15 dəqiqə işləyəndən sonra o da o qədər sürətlə artır ki, avtomatik olaraq resurs çökür. RAM dolur, resurs çökür də. Kompüter cavab verə bilmir buna. Neynədi? Bir dənə primitiv statikdən çıxardıb yuxarıya, yəni qlobal dəyişənin içinə qoyan kimi Counter həm birinci produkt çox sürətli işləməyə başladı. 150 GB informasiyanı təsəvvür elə 10 dəqiqə falan analiz edib bizə də cavab qaytarırdı da. Həm də ki, paraleldə heç vaxtı da donmamağa başladı. Videosunu da YouTube-a qoymuşam bu arada həmin o proqramı. Yəni deməyim nədir? Data strukturları bilməyəndə və yaxud da informasiya tiplərini düzgün seçməyəndə kiçik proyektlərdə böyük fərq yaratmır. Proyekt böyüdükcə, əsas da proyektin böyüməsi nədəni data, yəni informasiya işləyəcəyiniz informasiya böyüdükcə artıq o problemləri görməyə başlayırsınız. Vektorlarla dəyərli listlər arasındakı fərq budur. Sual varmı? Suallar? Bu arada uşaqlar, bir şey deyim. Vektorlar hardan törəyib? Gəlin baxaq. Listlərdən törəyib. Listlərdən törəməsi nə deməkdir? Listlərə aid olan bütün metodları dəstəkləyir deməkdir. Yəni myvector.add yazaram, içərisinə data qoyaram, stringdir də, düzdürmü? Əli yazaram, içərisinə əlini əlavə eləyər. Fuad yazaram, Fuadı əlavə eləyər. Fuad. Fuadı əlavə eləyər. Sonra for eləyərəm bunu, for each eləyərəm. Yazaram myvector nokta for each belə eləyə bilərəm. System nöqtə out eləyək. Okay, baxın dataları qaytardı bizə. Remove eləyərəm, yenə remove first element, last element, bir sözlə də bunun özünə məxsus metodlar var. Metodlar əzbərləməli olduğuna görə çox belə deyim də girişmirəm bura. Yazıram vector in Java metod. Vektor Java'dakı vektor metodları. De burada, elə burada var. De burada. Baxın uşaqlar. Əd eləmək, nə bilim çıxartmaq, nə etmək və s. Okeymi? Tamam. Burada nümunələrindən göstərilib. Evdə özünüz oxuya bilərsiniz, yazıb göstərməyimə ehtiyac yoxdur ki. Bilmem, sen de sayt atsanız. Necə? Linki? Sayt Mən linki. bu saytı atmışam. Məncə baxın bu saytı özünüzə əd eləyin. Mən saytı atıram. Bir də ki, sayta fokuslanmayın uşaqlar.